Kralların, hökümdarların Tanrı qədər güclü olduğu zamanlar dünyanı dəyişdirən bir adam. Hristiyanlar onu Tanrının oğlu deyirdilər. Müsəlmanlar peyğəmbər olduğunu qəbul edirdilər. Kimlərinə görə isə hekayələri ilə şişirdilmiş bir adi insandır İsa peyğəmbər. 2000 il bundan əvvəl Roma imperiyası dünyanın ən böyük gücü idi. İmperator ölkə ərazisində əhalinin sayılması əmrini verir. Sayım üçün yola çıxan Məryəm adlı bir qadın gecəni keçirmək üçün bir damda qalır və həmin gecə Məryəmin qəflətən sancıları başlayır və bir oğul olur. Lakin bu bir möcüzədir, çünki Məryəm bakirə idi. Həm İncildə, həm də Quranda Məryəmin İsa'nın bakirə ikən doğduğu öz əksini tapıb, İsa atası dünyaya gəldiyi üçün xristianlar onu Allahın oğlu adlandırırlar. Bəs bu hekayə nə qədər realdır? Tarixi qaynaqlara görə bakirə qadınların ana olması ilə bağlı saysız hekayələr var. Məsələn, əfsanəyə görə Roma imperiyasının əsasını qoyan Romul və Rem qardaşlarının anası da dini bir məbəddə yaşayan Silvia adlı bakirə bir qadın idi. İncilə görə isə İsa peyğəmbərin anası Məryəm də həyatını dini bir məbədə həsr edən bir bakirə qadın idi. Başqa bir hekayəyə görə Makedoniyalı İskəndərin anası da bakirə olduğunu və İskəndərin atasının Yunan allahı Zeus olduğunu İskəndərə diktə etmişdi. Bundan başqa qədim Misirdə də fironlar özlərini Tanrının oğlu adlandırırlar. Məsələn, firon Ramzes Tanrı Ra'nın oğlu deməkdir. Xristianların böyük bir hissəsi İsa'nın 25 dekabr tarixində anadan olduğunu deyir və həmin günü bayram kimi qeyd edirlər. Ancaq İsa'nın 25 dekabr tarixində dünyaya gəlməsi İncildə nə də başqa bir tarixi qaynaqlarda öz əksini tapıb. Bəs nəyə görə 25 dekabr? Bunu başa düşmək üçün 6000 il əvvələ Şumer mədəniyyətinə qədər getmək lazımdır. Şumerlərin bərəkət Allah'a adlandırdıkları Tammuz 21 dekabrda ölür, 3 gün sonra dirilir. Onun diriliş tarixi 25 dekabr Şumerlər tərəfindən hər il bayram kimi qeyd olunmağa başlayır. Bundan başqa Tanrı Tammuzun dirildiyi 25 dekabr tarixində onun simvolu olan ağaclar bəzədilir. Xristianların da 25 dekabr tarixində şam ağacını bəzəməsinin kökləri məhz Şumerlərə gedib çıxır. 25 dekabr təkcə Şumerlərdə deyil, həm də Romada Mitra inancında da öz əksini tapıb. Mitra inancı Romada hərbçilər arasında yayılmış bir inanc idi. Onlar 25 dekabrda xeyrin şər üzərində qələbəsini qeyd edirdilər. Bu inanclar artıq yerini yeni bir dinə, xristianlığa verdiyində İsa peyğəmbərin də doğum tarixi 25 dekabr olaraq qeyd olunur. Başqa bir maraqlı məqama diqqət yetirək. İsa'nın 12 həvarisi var və hər birinin fərqli özəllikləri olduğu bildirilir. Həvarilərin sayının 12 olması da təsadüfi deyil. Məsələn, Şumerlərdə bir gün 12 saat idi. Tanrı Tammuz dünyanın sonuna 12 saata getmişdi. Və yenə də Şumerlərdə 12 bürc var idi. Bəli, bu gün olduğu kimi. Bundan başqa qədim Yunanistanda da Olimpiya dağında 12 tanrı otururdu. Leonardo da Vinci'nin Son Axşam Yeməyi adlı əsərində İsa 12 həvarisinin ortasında oturur. Tam olaraq günəşin 12 bürcün ortasında yerləşdiyi kimi. Da Vinci'nin bu əsərində hər bir həvari bir bürcü təmsil edir. 12 rəqəmi təkcə xristianlıqda öz əksini tapmır. Bu rəqəm digər dinlər üçün də keçərlidir. Məsələn, Tövratda Yaqub peyğəmbərin 12 oğlu olduğu, İsrail oğullarının 12 qəbilədən ibarət olduğu qeyd olunur. Hətta Məhəmməd peyğəmbərin doğum tarixinin də Rəbbül əvvəl ayının 12-sində olduğu deyilir. Bundan başqa İslamda 12 imam inancı var. Məhəmməd peyğəmbərin peyğəmbərliyinin 12-ci ilində Mədinədən bir qrup insan gəlir və ona biət edirlər. Bundan başqa Musa peyğəmbərin səhrada su axtardığı zaman əsasını daşa vurur və bu zaman 12 yerdən su çıxır. Bu rəqəmlərin və tarixlərin heç biri təsadüfi deyildir. Kökü Şumerlərə qədər gedib çıxır. İsa'nın bütün təsvirlərində başının arxasında günəş təsviri var. Bunun da kökləri qədim Misrə qədər uzanır. Misirdə günəş tanrısı olan Ra'nın da başının üzərində günəş təsviri var. İsa peyğəmbərin ölümü ilə bağlı müxtəlif rəvayətlər mövcuddur. Dəfn olunandan 3 gün sonra məzarından çıxdığı bir çox insan tərəfindən görüldüyü rəvayət edilir. Öldükdən 3 gün sonra dirilməsində Şumer mədəniyyətinin təsiri ilə yazılıb. Tanrı Tammuz da məhz öləndən 3 gün sonra dirilmişdi. Son olaraq Yaxın Şərqdə qadınların özlərini məbədlərdə tanrılara həsr etmələri çox yayılmışdı. Həmin qadınlar tanrıların qadını hesab olunurdu və onların uşaq sahibi olmaları qadağan idi, çünki onların doğduğu uşaqlar Tanrının oğlu hesab olunacaqdı. Məryəm də İsa'nı doğduqdan sonra onu Allahın oğlu olduğuna inandırdığını təxmin etmək mümkündür. Hətta bəzi qaynaqlarda Məryəmin Roma zəngavərlərindən birindən hamilə olduğu barədə məlumatlar da qeyd olunur.